Son əsrlər belə bir şübhə ortaya atıblar ki, İslam ərəblərin dinidir. Ümumən, İslam dini ərəb mədəniyyətinə, ərəb millətinə məxsus olan bir dindir və onun peyğəmbəri də bir ərəbdir, kitabı da ərəb dilindədir. Siz iddia edirsiniz ki, İslam ərəblərin dinidir, amma Qur'an-ı Kərim bir çox ərəbləri məzəmmət edir. Yəni, sizin məntiqinizə əsasən Qur'an-ı Kərim ayələrində yalnız ərəblərin mədhindən danışmalıdır. Mən qısa olaraq bir neçə ayə işarə edim. O ayələrindən biri Hucurat surəsinin 14-cü ayəsidir. İman məsələsində ərəblərə qarşı görün Allah Taala nə deyir? Ərəblərin bir dəstəsi dedi ki, Amenna, ya Peyğəmbər, biz sənin dininə iman gətirdik. Birbaşa Allah Peyğəmbərinə vəhy nazir edər, deyir ki, xeyr, onlara deyilən ki, siz iman gətirməmsiniz. Baxın, belə olan halda, əgər İslam dini ərəblərin dini olsaydı, Peyğəmbər onları mədh edərdi, bəli, siz iman gətirmişsiniz, siz ən yaxşı qövmsünüz, siz mənə təslim olmusunuz. Bu birinci nümunə. Və eyni zamanda Maidə surəsinin 54-cü ayəsində çox maraqlıdır. Yəni, artıq bu ayə bütün müfəssirlərin sözünə əsasən Mədinədə nazil olmuşdur. Baxın, görün, Mədinədə nazil olan, yəni Peyğəmbərə təslim olan ərəblər barəsində Allah Taala hansı formada müraciətdən istifadə etmişdir. Ey iman gətirənlər, yəni həmən Mədinədə olan ərəblərə Allah Taala xitab edir. Mən yərtəddə minkum ən dinihi, əgər sizlərdən biri öz dinindən çıxarsa, yəni İslamdan çıxarsa, fəsəvfə yətiyəllahu biqavmin yuhibbuhum və yuhibbunahu. Allah Taala elə bir qövmü gətirər ki, onlar Allahı sevir, Allah da onları sevir. Baxın, əgər İslam ərəb millətinin üzərində dayansaydı, heç bir formada belə məzəmmət edici sözlərdən istifadə etməzdi. Bir sözlə, İslam dini ərəblərin dini olsaydı, ərəblər məzəmmət olmaz, mədh onlardır. Baxırıq ki, İslam dinində bir məsələ tam olaraq aşlanır, o da ilahi təqva, irqindən, millətindən asılı olmayaraq. Quranın məntiqi bundan ibarətdir ki, ən üstün qövm ilahi təqvaya sahib olan qövmdür.